Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bugünkü videomda qış şorbalarından ən faydalı və sağlıqlı brokoli şorbası hazırlayıram. Yeməyimiz üçün bulyondan istifadə edəcəm və brokoli, kabaçki, soğan, kartof, qırmızı biber və yer kökü lazımdır bizə. Brokolini ayırıram və sodalı su hazırlayıb sodalı suyun içərisində 15-20 dəqiqə saxlayacağam. Brokolinin kök hissəsini də təmizləyib israf olmamaq üçün istifadə edirəm və daha sonra isə tərəvəzlərimin hamısını soyub, sarımsaq da daxil olmaqla suyun altında yuyub doğrayacağım. Tərəvəzlərin hamısını doğrayandan sonra biraz kərə yağı atıram şorbanı bişirəcəyim qazana və burada 1-2-3 dəqiqə qovuracağım. Şorba ilə yemək üçün suxari hazırlayıram. 1-2 gün əvvəldən evdə biraz çörəyim qalmışdı. Onları suxari eləyəcəm. 3-4 dəqiqədir ki, tərəvəzlərimi qovurdum. Biraz da qazanın qapağını bağladım. Artıq yarı bişmiş vəziyyətdədir tərəvəzlər. Üzərinə brokoliləri əlavə edirəm. Biraz da bu formada qarışdırıram. Daha sonra sarımsaq rəndələmişdim. Onu əlavə etdim və sonda isə bulyonları, duzunu, istiotunu və biraz da zəncəfil tozu əlavə edib qazanın qapağını örtüb bişirəcəm. Dəyərli izləyicilər, şorbamızın tərkibi çox zəngindir. İnanın ki, dadı da ki, o qədər ləzzətlidir ki, yanında da suxari çörək hazırlasanız, yeməklə doymaq olmayacaqdır. Şorbamız qaynadı. İndi isə bunu blenderdan əzəcəm. İstəyə bağlıdır. Bunu heç blenderla çəkməyə də bilərsiniz. Yəni, tərəvəzlər elə əzilmədən süfrəyə verə bilərsiniz. Fərqi yoxdur. Suxarini hazırlamaq üçün mən biraz duru yağdan, duz, qırmızı biber və qara biberdən istifadə etdim. Siz istədiyiniz ədviyyatlardan əlavə edə bilərsiniz suxarilərinizi dadlandırmaq üçün. Artıq suxarimiz də hazırdır. Dəyərli izləyicilər, siz də hazırlayın və yorumlarınızı gözləyirik. Kanalımıza hələ də abunə deyilsinizsə, dəstək üçün abunə olub yorum yazmağı unutmayın. Videomuzu bəyəndinizsə bizə bildirmək üçün bəyən düyməsini basın və sizin yorumlarınız bizim üçün çox dəyərlidir. Salamat qalın, Allaha əmanət olun.